Əziz izləyicilər, bu yaxın günlərdə mənim tələbə yoldaşım İbadullah müəllim vaxtsız dünyasını dəyişdi. Şair dostum Seyid Süleymanın yazdığı Ay Ata şeirini onun övladların dilindən təqdim edirəm. Bizi tərk eyləyib köçdün dünyadan, qəlbimizdə izin qalıb ay ata, ürəyində qalan, könlündən keçən deyilməmiş sözün qalıb ay ata. Bir yurt saldın, işığına yığışdıq, bir ev tikdin, otağına yığışdıq, od qaladın, ocağına yığışdın, kül altında közün qalıb ay ata. Bir ağsaqqal idin eldə, obada, xalq layiq bilmişdi səni bu ada. Heç vaxt əyilmədin nakəsə yada, bükülməyən dizin qalıb ay ata. Hər vaxt haqdan dedin, nahaqdan qaçdın, getdiyin yolunla bir cığır açdın, pislikdən uzaqdın, yaxşıya tacdın, əməlində izin qalıb ay ata. Süleymanın indi coşur ilhamı, öz yurdunda yandıracaq o şamı. Dərd eləmə, vardır nəslin davamı, yüzün gedib, yüzün qalıb ay ata, ay ata.